Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötürü qorxan kəslər yetimlərdən ötürü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər. Həqiqətən yetimlərin mallarını haqsızlıqla yiyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb yaxan oda girəcəklər. Allah övladlarınız haqqında sizə belə tövsiyə edir. Kişiyə 2 qadının payı qədər pay düşür. Əgər övladların hamısı 2-dən artıq sayda qadındılarsa, vəfat edənin qoyub getdiyi malın